Goranboyda icra başçısının növbəti səyar qəbulu rayonun Nizami kəndində keçirildi. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak etdilər. Tədbirə kənd sakinləri geniş maraq göstərərək səhiyyə, suvarma suyu, elektrik təsərrüfatının yenilənməsi, təbii qazın təzyiqi və digər məsələlərlə bağlı müraciətlərini birbaşa dövlət orqanlarının məsul şəxslərinə bildirdilər. İcra başçısı Məhərrəm Quliyev qəbul zamanı səsləndirilən müraciətlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verdi, prosesin nəticələri barədə vətəndaşların məlumatlandırılmasının vacibliyini vurğuladı. Rayon rəhbəri səyar qəbullarının əhalinin dövlət orqanlarına olan etimadını daha da artırmaq, problemlərin operativ həllini təmin etmək baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirdi. Hörmətli Nizami kənd sakinləri, biz bugün qrafik üzrə sizinlə görüşə gəlmişik. Bu görüşlərin keçirilməsi ölkəmizdə möhtərəm cənab prezidentin tapşırığı əsasında həyata keçirilən bir sosial yönümlü layihədir. Safanov Əsəmi, Qarabağlıya. Anladım. Xoş gəlmisiniz bizim kəndə. Allah cənab prezidentin sağlığını sağlayır ki, bu şərait yaradır ki, siz rəhbərlər cəmaatın əhalinin maraqlarını mümkün qədər köməklik edirsiniz. Sağ olun. Siz də sağ olun. Adidə mən kəndin yollarının bərbat olması barədə sizin qəbulunuza getdim. Kredi təşkil edildilər, kəndimizin içi krediləndik, şebin verdik, rahatçılıq oldu. Bəli. Sahədə mənim patorbanın başında bir ədəd su arsa quyusunun yeri vurulur, təyin edilib. O sahədən çıxarılıb, onun qazılmasına bir köməklik edəsiniz ki, bizim kənddə kəndin içində bir çayın turbası var. Çay çox gələndə oradan daşır su. Həmin kredilə siyirtdırdığımız yol bütün bərbatara düşür, gedir, müəyyən adamların da evinə qoyulur. Bizim məktəbdə xahiş edirəm, imkan varsa bir dənə idman zalı tikilməsinə indi bir istiqamət verəsiniz ki... Biz yetərincə iş görmüşük orada. Sağ olun. Bağçada da iş görmüşük, məktəbdə də. Gələcəyə hesab edirəm ki, o məsələ idman zalı hökmən olmalı. Bütün məktəblərdə olmalıdır. Uşaqların, nə ki uşaqların, kəndin gənclərinin idmanla məşğul olması üçün o məsələni mən də qaldırarım. Oldu mu? Sağ olun. Sağ olun. Biz tərəfdə qaz yoxdur. Kəndin hər yanında qaz var. Kəndin yuxarı hissəsində 7 nəfərin qazı yoxdur. Nizami sakin Quliyev Akşin Xanlaroğlu, veteran birinci qrup əri. Mən kəndin hər hissəsində oluram. Bizdə elə bir işıq çox zəifdir. Yəni bir dənə transformator kəndin ayağına heç olmasa qoyulsa yaxşı olar. Bir də kabelləşməyə görə biz getmişdik Xanlar rayonuna. Orada bizə söz verdilər. Bilirəm, mən də müraciət eləmişəm Azər İşıqın rəhbərliyinə. Təksin kəndi indi azad kənddə iş aparırlar da. İndi növbətçiliklə gəlib sizin kəndə də çatacaq. Bizim kəndimiz böyük kənddir. Yəni, haradasa 600 təsərrüfatdır. Burada poçtu ləğv ediblər. Poç yoxdur. Milyon aparatı yoxdur. Sonda sakinlər yaradılan şəraitə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Bizim Allah rəhmət eləsin ünvanlarımız Heydər Əliyevin bundan qabaqki səfərlərdə danışdıqları hamımızın yadımızdadır ki, o deyirdi ki, bir vaxt olacaq, işğaldan azad olan, işğal altında olan torpaqlarımız azad olacaq və bizim məcburi qaçqın köçkünlərimiz öz vətənlərinə qayıdacaq. Allaha şükürlər olsun ki, onun davamçısı bizim Müzəffər Ali Başkanla komandanımız İlham Əliyev bunu Heydər Əliyevin ata vəsiyyətini yerinə yetirdi və 30 il bundan qabaq bizim məcburi qaçqın köçkünlərimiz oradan necə kədərli göz yaşları ilə çıxmışdılarsa, indi sevinç göz yaşları ilə öz ata-baba yurtlarına qayıdırlar. Biz bunun şahidiyik ki, bütün işğaldan azad olunan torpaqlar yox, başqa rayonlarımıza da, Müzəffər Ali Başkomandanımızın tapşırığı ilə yaxşı işlər gedir. Bildiyiniz kimi, Respublikamızda hal-hazırda bütün görülən işlər Ulu Öndər Heydər Əliyevin fəlsəfəsi, İlham Əliyevin siyasəti ilə bugün davam etdirilir. Ölkəmiz göz qabağındadır. Günü-gündən inkişaf edir. Məhz prezidentimizin sahəsində. Bugün bizim hər birimizdə prezidentimizin gördüyü işlərə dəstəyik, onun gördüyü işləri Respublikamızda alqışlayırıq və demək olar ki, mən həmişə o gün də bu söz deyirəm.
bizim səmamız açıqdır. Bütün samolyotlar buradan keçir. Niyə? Çünki bu işin arxasında möhtərəm prezidentimiz Heydər Əliyev siyasəti durur. İlham Əliyev siyasəti durur. Ona görə də mən bugün bu siyasəti alqışlayıram kəndimizin sakinləri adından və bu belə də davam edəcək.